Son 10 ildə bir çox insan psixoloq kimi davranır, xüsusilə sosial mediada və insanlar biz yəni bu videolara baxaraq özümüzə diaqnozlar qoyuruq. Yəni biri deyir ki, mən ADHD-yəm, biri deyir ki, mən travma yaşamışam, biri deyir ki, mən valideynim tərəfindən psixoloji şiddətə məruz qalmışam. Bəzən heç bu gerçəkdə olmur. Bu travmaların, yəni sosial mediada insanların danışdığı qədər fərqində olmaq bizi kömək eləyir, yoxsa tam tərsi daha da yanlış diaqnozlarla bizi pis günə salır? Hər ikisi əslində. Sosial mediada onsuz da o qədər informasiya kirliliyi var ki və bilmirsən ki, o informasiyanın gəldiyi insan kimdir. Çox adam psixoloq kimi davranır, nəsə deyir, nəsə bir teoriyalar üretir, amma ki, hər bir insana qulaq asmalı deyilik. Necə ki, deyək ki, sən küçədən keçən hər bir insanın dediyinə qulaq asmırsan, sosial mediada da eyni cür. Biz baxmalıyıq ki, informasiya hardan gəlir. Bəzən insanlar faktlarla və s. danışırlar deyə bizə elə gəlir ki, çox professional bir şey deyildi, amma bir çox hallarda bu belə olmur. Psixoloqlara və s. izləmək, baxmaq, maariflənmək bir növ kömək eləyir özümüzü başa düşməyə və travmamızın fərqində olmaq bizə özümüzün fərqində olmağa kömək eləyir. Özümüzün fərqində olanda da özümüzü tanıyırıq, hərəkətlərimizin fərqində oluruq, daha yaxşı idarə edə bilirik. Amma bir digər tərəfdən də nə qədər çox biz özümüzə diaqnoz qoysaq, nə qədər desək ki, mənim bu travmam var, o travmam var, bunu yaşamışam, onu yaşamışam, burada da başlayır qurban psixologiyasına girmək. Ki, mən bədbəxtəm, mənim başıma bütün bunlar gəlib deyə mənim xasiyyətim belədir. Amma bir dənə çox yaxşı fraza var ki, travma hərəkətin səbəbini açıqlayır, amma onu haqq qazandırmır.